Deməli, yeni bir kompüter almağın vaxtı çatıb. Amma bütün o texniki terminlər, yüzlərlə fərqli model başınızı qarışdırır. Heç narahat olmayın, doğru yerdəsiniz. Bu qədər seçimin arasında itmək çox asandır, amma biz bu prosesi sizin üçün addım-addım aydınlaşdıracağıq. Bu izahımızda məqsədimiz sizə aydın bir yol xəritəsi verməkdir. Elə bir yol xəritəsi ki, sonda öz ehtiyaclarınıza və büdcənizə ən mükəmməl uyğun gələn kompüteri asanlıqla tapa biləsiniz. Gəlin bütün bu prosesi 6 sadə mərhələyə bölək. Baxın, əvvəlcə ən vacib sualı cavablandıracağıq. Məqsədiniz nədir? Sonra notebook və ya masaüstü, Windows və ya MacOS arasında seçim edəcəyik. Daha sonra o qəliz görünən texniki detalları anlaşılan dilə çevirəcəyik və sonda bütün bunları birləşdirib sizin üçün ideal seçim edəcəyik. Hazırsınız? Hər şey, bax, bu sualdan başlayır. Mən bu kompüterla nə edəcəyəm? Bu sualın cavabı, inanın mənə, verəcəyiniz bütün digər qərarlar üçün bir bələdiçi rolunu oynayacaq. Aydındır ki, hər bir istifadə sahəsi tamamilə fərqli bir kompüter tələb edir. Yəni, sadəcə internetdə gəzmək, film izləmək üçün sadə bir cihaz kifayətdir. Amma iş, peşəkar qrafik dizayna və ya ən son oyunları ən yüksək parametrlərdə oynamağa gələndə biz artıq tamamilə fərqli bir gücdən danışırıq. Yaxşı, məqsədimizi aydınlaşdırdıq. İndi isə yoldakı ilk böyük ayrıcıdayıq. Notebookun rahatlığı və mobilliyi, yoxsa masaüstü kompüterin gücü və çevrikliyi? Qısacası, məsələ belədir. Əgər kompüteri hər gün yanınızda daşımaq məcburiyyətində deyilsinizsə, masaüstü kompüterlər demək olar ki, həmişə eyni pula sizə daha çox güc, daha böyük ekran və gələcəkdə hissələrini dəyişmək üçün daha çox imkan verəcək. Bu da uzunmüddətli perspektivdə çox vacib bir amildir. Cihazın fiziki formasını seçdikdən sonra, indi onun ruhunu, yəni əməliyyat sistemini seçməyin vaxtı gəldi. Və bu, bəlkə də texnologiya dünyasının ən böyük və bitməyən mübahisələrindən biridir. Bilirsiniz, bu sadəcə iki fərqli sistem deyil. Bu sanki iki fərqli fəlsəfədir. macOS, xüsusilə də başqa Apple cihazlarınız varsa sizə qüsursuz, sadə və inteqrasiya olunmuş bir təcrübə vəd edir. Windows isə sizə daha çox azadlıq verir. İstədiyiniz avadanlığı seçin, istədiyiniz proqramı quraşdırın, sistemi özünüzə görə fərdiləşdirin. Gəlin bir anlıq real istifadəçilərin nə dediyinə baxaq. Məsələn, bir istifadəçi deyir ki, MacBook-a keçəndən sonra Apple ekosisteminin rahatlığını və sistemin nə qədər intuitiv olduğunu görüb və bir daha əsla geri dönməyi düşünmür. Amma medalın həmişə ikinci yüzü olur, elə deyilmi? Başqa bir istifadəçi isə məsələyə tamamilə fərqli tərəfdən, yəni pulun qarşılığı prizmasından yanaşır. O deyir ki, müəyyən bir büdcə daxilində Windows kompüterlər sizə daha çox RAM, daha çox yaddaş təklif edir. Bu da bir daha göstərir ki, seçim tamamilə sizin prioritetlərinizdən asılıdır. Qüsursuz təcrübə, yoxsa maksimum texniki göstərici. İndi gəldik biraz texniki hissəyə, amma heç narahat olmayın, bütün o qəliz görünən terminləri, qısaltmaları indi sizin üçün sadə və anlaşılan bir dildə izah edəcəyik. Bir kompüteri anlamaq üçün cəmi 4 əsas hissəni bilmək kifayətdir. Gəlin onlara sadə adlar verək. Kompüterin beyni, əlləri, kitabxanası və gözləri. Bu dördünü anladıqdan sonra seçiminizi daha şuurlu şəkildə edəcəksiniz. Yaxşı, başlayaq beynindən, yəni prosesordan və ya qısaca CPU-dan. Bu, kompüterin bütün əmrləri yerinə yetirən hissəsidir. Nüvə sayı isə bu beynin eyni anda neçə fərqli işi görə bildiyini göstərir. Gündəlik işlər üçün 4 nüvə əladır, amma video montaj kimi ağır işlər görürsünüzsə, 6 və ya daha çox nüvə axtarmağınız daha məqsədə uyğundur. İndi isə keçək əllərə, yəni RAM-a. RAM-ı iş masanız kimi düşünün. Masa nə qədər böyük olsa, üzərinə bir o qədər çox sənəd, kitab qoyub eyni anda işləyə bilərsiniz. Elə deyilmi? RAM da məhz budur. Kompüterinizin eyni anda neçə proqramı rahatlıqla işlədə biləcəyini göstərir. Bəs sizə nə qədər RAM lazımdır? Baxın, burada qızıl bir qayda var. Gündəlik işlər, internetdə gəzinti üçün 8 GB artıqlaması ilə bəs edir. Amma siz eyni anda onlarla tab açan, peşəkar proqramlarla işləyən və ya oyun oynayan birisinizsə, 16 GB və ya daha çox RAM kompüterinizin rahat nəfəs almasını təmin edəcək. İndi isə gəldik kompüterinizin kitabxanasına,
Yəni, bütün şəkillərinizi, sənədlərinizi, proqramlarınızı saxladığınız yerə və burada qarşımıza iki əsas seçim çıxır. Müasir SSD ilə köhnə tipli HDD arasındakı fərq, inanın, gecə ilə gündüz kimidir. SSD ilə kompüteriniz saniyələr içində açılır, proqramlar göz qırpımında işə düşür, bəlkə də gündəlik istifadədə sürəti ən çox hiss edəcəyiniz dəyişiklik məhz budur. Məsləhətim, imkan varsa, heç düşünmədən SSD seçin. Və nəhayət, kompüterin gözləri, yəni qrafik kart və ya GPU. Bu, ekranda gördüyünüz hər şeyi yaradan hissədir. Əgər siz sadəcə film izləyir, internetdə gəzirsinizsə, prosesorun içindəki daxili qrafika sizə bəs edəcək. Ancaq qrafik dizayn, video montaj və ya müasir oyunlar sizin işinizdirsə, o zaman öz yaddaşı və gücü olan xüsusi bir qrafik kartı mütləqdir. Əsas hissələri seçdik. Amma indi gələn detallar sizin kompüterlə hər gününüzü necə keçirəcəyinizi, ondan zövq alıb-almayacağınızı həll edən məsələlərdir. Bilirsiniz, texniki göstəricilər bir yana, kompüterinizi sevib-sevməyəcəyinizi məhz bu kiçik detallar müəyyən edir. Gözlərinizi yormayan, keyfiyyətli bir ekran. Gün ortasında sizi yarı yolda qoymayan bir batareya və ya sadəcə bir kamera kartı taxmaq üçün hər dəfə adapter axtarmaq məcburiyyətində qalmamaq. Bunlar gündəlik təcrübəni mükəmməlləşdirən amillərdir. Yaxşı, deməli, bütün bu məlumatları bir araya gətirib son qərarı verməyin vaxtı gəldi çatdı. Və budur sizin son qərar xəritəniz. Bu 5 sadə addımı izləyin. Əvvəlcə məqsədinizi dəqiq təyin edin, sonra formasını seçin, platformanıza qərar verin, məqsədinizə uyğun texniki göstəriciləri seçin və sonda o kiçik, amma vacib detalları yoxlayın. Bu proses sizi birbaşa ideal kompüterinizə aparacaq. Unutmayın, ən yaxşı kompüter sadəcə ən güclü hissələrin cəmi deyil. Əsas məsələ o hissələrin bir-biri ilə necə ahəngdar işləməsi və sizə necə bir təcrübə yaşatmasıdır. Kağız üzərindəki rəqəmlərdən daha vacibi, cihazın gündəlik istifadədə sizə özünü necə hiss etdirməsidir. Və sonda bütün bu texniki detalları bir kənara qoyaq. Nəticədə sizin yeni kompüteriniz sadəcə bir cihaz deyil. O, sizin məqsədlərinizə çatmaq üçün bir alətdir. Odur ki, texniki detallarda itməyə əvəzinə özünüzdən soruşun, mən bu alətlə nə yaradacağam? Bu sualın cavabı sizi ən doğru seçimə aparacaq.